bu tərəfə gedirəm. Ay qız, mən nasıl kabuk yeyinsən? Sən də var kabuk yeyin, yerdən yeyin də. Mən troll müəllim kimi 2 metr boyum var ki, kabuksuz gəzirəm. Yəni, iş başına. İndi isə yola edilən saat rəqaməti. Elşən, görürsən, bölgü istiyorsan mənim qollarımın kilidini işlələyib. Onu açmaq üçün sən konkret proqramları bilməlisən. Baba, neyirəm mən proqramları? Olumun gücü ilə sındıraram. Hələ o kəməri belimə talaq. Görüm dayanır mı belində oğul? Baba, dayanmır belimdə. Niyə Sən dayanmır? proqramları öyrənsən oğul. Deyirsən mənim qollarım ömürlü kilidli qalacaq. Rahat olma baba, mən proqramları öyrənirəm konuşuram. Kimdir mənə lağ edeyim? Silindirik formalı ekrandan və içərisində izolasiya olunmuş içki mərkəz sistemindən ibarətdir. Bu isə fibrotik kabeldir. Nazik, elastik şuşa qolcuqlardan hazırlanır. Bu, bütün ənənəvi metal artı xətlərindən bir sıra üstünlükləri olur. Buraxılış zolağının eni çox böyük olduğundan o, bütün verəmləri daşıya bilir. Ötürülmə sürəti isə saniyədə 10 gigabit qədər olur. Ay oğul, sen bunları hardan öğrenmişsin? Ata, biz bunları məktəbdə öyrənmişik. İndiki uşaqlardakı her şeyi bilirlər. Uşaqlar, siz bilirsiniz ki, informatika fənni 80-ci illərdən sonra məktəblərdə tədris olundu. Bəs niyə danışırsınız? Axı siz dost olmalısınız, siz mehriban olmalısınız. Sizin dostlarınız kimdir? Atamız, atamız və valideynlərimiz. Sizin də dostlarınız bəs kimdir? Bizim dostlarımız telefondur, oyunlardır. Telefondan oynayan dost olan uşaqlar. Bəs sənin dostun kimdir? Ay Mənim fənni. dostum ChatGPT-dir. ChatGPT-dən dost olan uşaqlar. ChatGPT sənə nə öyrənir ki? ChatGPT-dən mən sual soruşuram, o da mənə informasiya verir. İnformasiya və bütün informasiyalarınızı kompüterdən və ChatGPT-dən alırsınız. Başqa sizin dostlarınız kimdir? Robot! Robot sizin dostlarınızdır. Bəlkə robotu çağıraq dışarınızdan uşaqlar.
qurulunun ayrı olduğu ən məsuliyyətli riyaziyyat informatika müəllimləri, xüsusilə informatika müəllimlərinin məsuliyyəti üçün, təhsil tətbiq üçün sırasız dərslər verirlər. Yarışlarda fəal iştirak elədiklərinə görə təşəkkür edirəm. Bundan sonraki aylıqlarda da müəllimlərə eyni məsuliyyət daha çox nümunə götürərək, əllərində olan nümunədən istifadə edərək daha aktiv aylıq təşkil etməyi tövsiyə edirəm. Bu tədbirimiz çox qısa bir zamanda ərsəlikləndi. Tural müəllim sağ olsun, mənim adımı vurmadı, amma burada bütün müəllimlərin hər birinin əməyi var, əziyyəti var. Yəni, demək olar ki, 10 gün müddətində biz məşqlər eləyirlər, bu işi ortalığa çıxarmışıq. Hər birinizə təşəkkür edirəm, gəlib baxdığınız üçün. Ümid edirəm ki, dincəldiniz, bu deyilik ki, xoşunuza gəldi. Yenə deyirəm, əgər qısa müddətdə hazırlamışıq, burada nöqsanlarınız var, orada özünü hesab edəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki yerləşdiniz sizlər. Bu da Tural müəllimsə vaxtınıza gəlib çatdı. Allah sizi də var eləsin. Niyə? Çünki mən bugün müdiriyyətimizin bizlə dostluğunu gördüm. O bizə bir motivasiya verdi bugün. Hər şeydə, nə istədik bizim üçün təşkil elədi. Tural müəllim, təşəkkür edirik sizə. Belə uğurlarınız, belə tədbirlərinizin axarı uzun olsun. Yenə də uşaqlar sizə təşəkkür edirik. Mən gözəl şagirdlərim, çox gözəl qazandığınız qədər istedadınızı göstərdiniz. Təşəkkür edirəm uşaqlar, var olun. Siz varsınız deyən, biz müəllimlər də sizə baxıb sevinirik və böyük digər işlər nailiyyətdə bizi gözləyir. Sizə sağ olun, təşəkkür ederim.